Abşeron polisi həyat yoldaşını bıçaqlayıb qaçan şəxsi həbs edib. Belə ki, 46 yaşlı İlhamə Abbasovanı əri elə yaşadıkları evdə vurmuş. Vaxtında xəstəxanaya çatdırılan qadının həyatı xilas edilib. Həyat yoldaşını bıçaqlayaraq evdən qaçan şəxs Abşeron polis tərəfindən saxlanılıb. Yaralı 46 yaşlı İlhamə Abbasova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib. 46 yaşlı İlhamə Abbasovanı evdə bıçaqlayaraq qaçan həyat yoldaşı 47 yaşlı Eldar Abbasoğlu Abbasov istintaqa ifadə verərkən cinayəti törədən zaman içkili olduğunu bildirib. Tumuşqadan bıçağı götürdüm, elə vurdum. Harasına vurdun, neçələrdə vurdun? İki dənə qollarından vurdum, bir dənə qarnından. Həyat yoldaşını bıçaqladığına görə peşman olduğunu deyən Eldar cəzasını çəkdikdən sonra İlhamə xanımın onu bağışlayacağına ümid etdiyini dedi. Aləmlə həmişə kimi elə mehriban. Yoldaşıma məsələn nə deyərdim, mən tabii öz səhvimizə üzr istəyərdim. İndi həbsxanaya yola salınan Eldarın yeganə istəyi həyat yoldaşının onu bağışlamasıdır. Onun alacağı həbs cəzasının müddəti isə məhkəmənin yekununda bəlli olacaq.